İndi isə əziz abituriyentlər, sizinlə növbəti bağlayıcı olan tabellik bağlayıcısı haqqında danışacağıq. Bəs tabellik bağlayıcısı nədir? Harada işlənir? Tabellik əlaqəsi ifadə edən bağlayıcılar mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayır. 1. Because, çünki, as, çünki, ona görə ki. Baş cümlədəki hərəkətin səbəbini izah edir. Əvvəl hadisə olur, ikinci hadisə olacaq, əvvəl onun izahatını verəcək. Example, cats make him sneeze. Pişiklər onu asqırdır. Səbəbini izah eləmək. Niyə? Yəni, əvvəl hadisə baş verib ki, nəticəsində o asqırıb. Because, çünki, he is allergic to them. Çünki onlara qarşı allergiyası var. Baxın, pişiklər onu asqırdır cümləsində əvvəl hadisə baş veribdir, baş verən bir hadisə var ki, nəticəsində onu asqırıblar. Because-dan sonraki əvvələ aiddir. Cats make him sneeze sonra baş veribdir. As she learned all the sayings. O bütün deyimləri öyrənən kimi she could speak öyrəndiyinə görə as she could speak more confidently. O daha inamla danışa bildi. Öyrəndiyinə görə danışa bildi. Yəni səbəbini verdi. Nə vaxt danışdı? Öyrəndi, yəni nəyə görə özü inamlıdır? Çünki artıq danışa bilir. Səbəbi var burada. So, ikinci bağlayıcımız ona görə də nəticəni göstərir. So bərabərdir and-ə və yaxud da for. Ondan ötürü ki, çünki mənasını verir burada da. Baxa. It was too late. So I had to stay in the kindergarten. Çox gec idi. Ona görə də uşaq bağçasında qalmalı oldum. Çox gec idi. Nəticədə nə etdim? Uşaq bağçasına qaldım. Və yəni burada harda ki biz so-nu and-lə əvəz edə biliriksə, deməli biz burada so yazacağıq. Harda ki so-nu and-lə əvəz edə bilmiriksə, deməli burada so yazıla bilməz, başqa bir bağlayıcı yazılmalıdır. Baxın, əziz abituriyentlər, sizin üçün qısa bir belə deyək də ipucu. Bu ipucudur. Ən əsas ipucularından biridir. Ki, çox yerlərdə deyilmir bundan bağlı. Üçüncü bağlayıcımız so, sifət, z plus z. Elə ki mənası verir. Yəni siz əvvəlki qaydamızdan da bilirsiniz ki, so-dan sonra sifət və ya zərf işlənir. Və ardınca isə z bağlayıcısı verəcək, elə ki mənası verəcək. Bob is so thoughtful that he always thinks about helping others. Bob elə düşüncəlidir ki, o həmişə digərlərinə kömək etmək barədə düşünür. Such and sifət plus isim plus z elə ki mənası verir. Bunu yəni artiklın nə vaxt olduğunu bilirsiniz. Suchdan sonra əgər sayıla bilən tək isim gələrsə, o zaman ya da an artiklı, ardınca sifət, ardınca noun, yəni isim işlənəcək. It was such a tragic story. Baxın, burada story-yə mütləq baxmaq lazım. Əgər story varsa, mütləq bunun əvvəlində such işlənəcək. It was such a tragic story that. Elə ki. I couldn't sleep at the night. Hekayə elə faciəvi idi ki, bütün gecəni yata bilmədim. So that. Ondan ötürü ki, bunlar yan-yana gəlir. Və that's why bərabərdir in order to. That's why buna görə də in order to bu məqsədli. Bu məqsədli. Burada məqsəd bildirən bağlayıcılardır. Miners work underground so that we can enjoy electricity. Mədənçilər yerin altında işləyir. Ondan ötürü ki, nə məqsədlə? Biz işıqdan istifadə edə bilək. Also bərabərdir zo. In spite of bərabərdir despite of. Mənası baxmayaraq ziddiyyət bildirir. Tabeli bağlayıcıların ziddiyyət bildirənləri.
Zo'dan sonra bütün cümlə gələcək. In spite of və despite'dan sonra söz və ya söz birləşməsi işləncə bir-birindən fərqi budur. Hard of varsa bilsin ki, ondan sonra söz gələcək. Yəni, burada cümlə gələ bilməz. Also the traffic was bad. I arrived in time. Nəqliyyatın pis olmasına baxmayaraq, mən vaxtında gəlib çatdım. In spite of bad traffic, görsüz cümlə yox, söz gəldi. I arrived in time. Pis xəttin olmasına baxmayaraq, mən vaxtına çatdım. So she is fond of music. She can't play any musical instrument. Baxmayaraq ki, o musiqini sevir, musiqi vurğunu olmasına baxmayaraq, o heç bir musiqi alətini ifa edə bilmir. Və davam edirik. Növbəti bağlayıcımız var. As, kimi, qədər. Bunu bilirsiniz ki, adi dərəcədə bənzətmə məqamında işlənir. Yəni, birinin digərinə bənzər oxşar olduğunu bildirir. She hasn't got as many friends as you have. Onun sənin qədər çox dostu yoxdur. When, as soon as, after, before, since, while bağlayacaq zaman budaq cümləsini baş cümləyə neyniyir? Bağlayır. While we were studying. While bilirsiniz ki, while'dan sonra davam edici zaman gəlir. Burada da were studying keçmiş davam edici zaman. Something exploded outside. Biz dərs oxuyarkən çöldə neysə partladı. As soon as she girls saw, keçmiş sadə. Began, keçmiş sadə. Qız anasını görən kimi ağlamaya başladı. If, əgər, unless, əgər yox, yəni yoxsa və if nota bərabərdir. Unless-dən sonra inkar gəlməz. Sonra inkar gəlməz. Çünki özündə nə var? Notluq var. Bir sadə cümlədə ki, inkar ola bilməz. Example, baxın. You can catch your train if you leave immediately. Əgər tez çıxsan, qatara çata bilərsən. If şərt budaq cümləsində işlənir. We can't write to her unless we have her address. Biz onun ünvanını bilmiriksə, ona məktub yaza bilmərik. 10-cu. If, whether, ki, mi, adətən, ask, want to know və wonder feilləri ilə birgə işlədilir. Deməli, cümləmizdə ask feili, want to know, wonder feilləri varsa, bu feillərdən sonra if və whether bağlayıcı işlənib ki, mi mənasını verir. Don't ask if I know they have constructed the labyrinthes. John məndən labirintini necə qurduqlarını bildiyimi soruşur. Yəni, John soruşur ki, mən onların labirinti necə qurduqlarını bilirəm. Və növbəti hissə var burada. What I want to know is if you have calculated the latitude. Bilmək istədiyim odur ki, siz eni hesablamışsınız ya yox. Olub olmadığını dəqiqləşdirmək istəyir. Want to know ifadəsindən sonra ask feilindən sonra burada nə işlənir? Gördüyünüz kimi if işlənir və ya da whether işlənir. Whether orla birləşir. Mi yoxsa mənasını verir. Whether he talked or not made little difference for me. Onun danışmağı və danışmamağı mənim üçün o qədər fərq etmədi. Why, what for. Deməli, cümlədə why bağlayıcısı bərabərdir what for-a. Cümlə başında what varsa sonunda for işlənir. Niyə, nə üçün? Adətən reason səbəb sözündən sonra gəlir. Only I knew the reason why. Reason. They assembled in the meeting room. Onların nə üçün iclas otağına yığışdıqlarını təkcə mən bilirdim. Why bağlayıcısı for sözünü ilə işlədilmir. İşlənməz. I understand what the madam came for.
Mən başa düşürəm xanım nə üçün gəlib bu da. What cümlə ortasında işlənibsə, cümlənin sonunda da for bağlacısını verməliyik ki, bərabər olsun nəyə? Why-a. Where cümlənin sonunda. Where bərabərdir. In, on, at, which-ə. Where hər hansı bir sözünü ilə işlənmir. Hardakı mənasını verəcək. Və the maiden always lived where she was born. Qız həmişə doğulduğu yerdə yaşamışdır. Maiden always lived. She was born. Notumuz var. Where bağlayıcı zərfi in, on, at sözünləri ilə işlədilmir. I saw the boarding school in which I worked for 3 years. Burada gördüğünüz kimi yer məkan tipli söz gəlibdir. School'dan sonra ya yəni ya da in which yazmaq lazımdır. 3 il işlədiyim internet məktəbini gördüm. What nə bağlayıcısından əvvəl adətən heç bir isim və yaxud əvəzlik işlədilmir. Yəni birbaşa feildən sonra işlədilir. I can't hear what the journal is saying. Mən balacanın nə dediyini eşidə bilmirəm. I can't hear, eşidə bilmirəm. Nəyi? Balacanın dediyini, yəni nə dediyini. İkinci səfə oxuyaraqdan balaca deyir, nə? Həmin sözü robotu qoyuruq. Deməli, what iki sadə cümləni bir-birinə birləşdirir. I didn't know what the jester was talking about. Burada mən bilmirdim ki, oyunbaz nə haqqında danışır. Jester, oyunbaz danışır nə haqqında. What about? Bir yerdə işlənə bilir. Nə haqqında. Zət ki, zət nisbi əvəzlikdir. Nisbi əvəzlik. Baxa, it was evident that the saleswoman didn't understand. Aydın idi ki, satıcı qadın başa düşmürdü. Who, whom, which, that, whose bağlayıcıları təyin budaq cümləsinin baş cümləyə bağlayır. John met the housekeeper whom he had seen before. John əvvəl gördüyü bir ev sahibi ilə qarşılaşdı. How, necə? She told me how they had suffered from hunger. O mənə onların azlıqdan necə əziyyət çəkdiklərini söylədi. O mənə dedi. Nəyi? They had suffered from hunger. Azlıqdan əziyyət çəkdiyini. Yəni necə əziyyət çəkdiyini. Nəyi mənasını versə də, ancaq ikinci səhvdə deməli buraxılmış cümlə özünün əvəzinə biz həmin bu bağlayıcılar özündən sonra gələn həmin bu hissədə, ikinci cümlədə hansı cümlə özü yoxdursa, onun sualına cavab verəcək həmin bağlayıcı sözü orada yerləşdiririk. 18. As if, as though, elə bir güya sanki deyəsən bağlayıcıları həm gerçək, həm də gerçək olmayan hərəkətləri ifadə etmək işlədilir. She speaks as if, as though. She was an American. O elə danışırdı ki, sanki Amerikalıdır. Why are you looking at me as if you know me? I have never seen you before. Niyə mənə tanış kimi baxırsınız? Mən ki sizi heç vaxt görməmişəm. Even if, hətta. Even though, hətta belə. Whomever, kim olursa olsun. Till until kimidək. Whoever, hər kim. Whichever, hansısa. Bağlayıcılar da işlənir və bunlarla yanaşı biz digər bağlayıcıları da qeyd edə bilərik. Burada var. Bunlar mənələrini qeyd edək. Wherever, haradasa, whenever, nə vaxtsa, however, halbuki, whatever, hər nə olsa da işlənən tabiilik bağlayıcılardır. Bağlayıcılara sizinlə paylaşdığım izahlarını verdim. Gəlin, bağlayıcılar və complete sentence var, cümlə tamamlama mövzusu var. Həmin mövzu ilə bağlı qısa qeydlərimizi də testlər üzərində bir-bir verək. Hələ ki, bağlayıcı mövzusu bu qədər. İndi keçid edirik bağlayıcıların testlərini işləməyə. Bağlayıcıların testini işləyəcək, ancaq ondan əvvəl gəlin complete sentence mürəkkəb
cümlə tamamlama mövzusunu işləyək. Çünki bu 9-cu sinifə də düşə bilir, 11-lərə düşə bilir. Amma ən çox hələ ki 11 mövzusundadır. 9-da da sadəcə gerund işlənilir.